beyin funksionallığına təsir göstərir, həm bunun düzəlməsinə səbəb olur. Eşitmə azalması ilə Alzheimer xəstəliyi arasında bir əlaqə varmı? Bəli, var. Xüsusilə 40 yaşından sonra başlayan eşitmə azlığı yaddaş azalması ilə gedən Alzheimer xəstəliyi riski artırdığını göstərilibdir. JAMA Nevrologiya kimi önəmli bir dərgidə Johns Hopkins Universitetində aparılan araşdırma nəticələri göstərdi ki, yüngül eşitmə azlığı olanlarda Alzheimer xəstəliyi riski 2 qat, orta dərəcə azlıq olanlarda 3 qata qədər arta bilir. Bu isə ciddi rəqəmdir. Ona görə eşitmə azlığından əziyyət çəkən insanlar varsa, evdə bunu müşahidə edirsinizsə, xüsusilə qeyd etdiyim kimi yaşı 40-ın üzərindədirsə, mütləq eşitmə testindən keçirmək və eşitmə cihazı göstərişi varsa, eşitmə cihazı istifadə etməsi lazımdır və eyni zamanda araşdırma nəticələri onu göstərir ki, eşitmə cihazı istifadə etdikdən sonra eşitmənin düzəlməsi ilə hipokampusda gedən hansı ki bizim yaddaşla əlaqədar azalma kimi beyin funksionallığına təsir göstərir, həm bunun düzəlməsinə səbəb olur, həm də eyni zamanda xəstələrin eşitmə azlığı səbəbindən sosial izolyasiyaya məruz qalması düzəlir. Nəticə etibarilə isə onların yaddaşı bərpa edilə bilir.